Bakıda Başmaqçı ailəsində dünyaya göz açan, palçıq daşıyan Zeynalabdin adlı oğlan. İllər sonra isə nüfuzlu neft magnatı və xeyriyyəçi kimi Azərbaycan tarixində silinməz izlər qoyan Hacı Zeynalabdin Tağıyev. 10 yaşından işləməyə başlayan Tağıyev əvvəlcə bənna şagirdi. 15 yaşında bənna, daha sonra podratçı işləyir. Bakıda neft bumunun hökm sürdüyü dövrdə Zeynalabdin 2 şəriki ilə birlikdə Bibiheybətdə torpaq icarəyə götürür. Qazdıqları quyulardansa neft çıxmır. Şərikləri öz paylarını satır və Zeynalabdin torpağın tək sahibinə çevrilir. O inatkarlıqla qazma işlərinə davam edir. Nəhayət, quyu fontan vurur. Kasıb, Başmaqçı tağının oğlu palçıq daşıyan Zeynalabdin bir anda milyonçu Tağıyevə çevrilir. Birdən-birə milyonlar səltənətinə düşməsi onun başını gicəlləndirmir. Deyilənə görə Hacı puluna güvənib yolundan azmamaq və hər dəfə kasıb günlərini xatırlamaq üçün bənnalıq elədiyi baltanı imarətinin ən görməli yerindən asır. Gəlirinin xeyli hissəsini xeyriyyəçiliyə, doğma şəhərinin inkişafına və abadlaşdırılmasına sərf eləyən Tağıyev istedadlı gəncləri xaricdə təhsil almağa göndərir. Bakıda müsəlman şərqində ilk dünyavi qız məktəbini açması onu zəmanəsinin ən mütərəqqi insanları ilə bir cərgəyə qoyur. O dövrdə müsəlman qızlar üçün müasir məktəbin açılması böyük cəsarət tələb eləyirdi. Çar Üsul İdarəsi məktəbin açılmasına mane olur, cahil ruhanilər, qoçular qızların oxuması ilə heç cür razılaşmırdılar. Məktəbin açılmasına icazə almaq üçün Hacı Rus imperatritsası Aleksandra Fyodorovnaya qiymətli hədiyyə bağışlayır və məktəbə onun adının verilməsini təklif eləyir. Nəhayət məqsədinə çatır. Böyük maarifçi, Azərbaycanda ilk qəzetin Əkinçinin naşiri Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova məktəbə ilk direktor təyin olunur. Məktəbə qəbul edilən 58 qızın 35-i yoxsul ailədən olur. Onların təhsil haqqını, yemək və geyim xərclərini Tağıyev öz üzərinə götürür. Dabay adlı bir fransız Parisdə nəşr olunmuş kitabında Bakıda müsəlman qız məktəbinin açılmasını ağlasığmaz möcüzə adlandırır. Tağıyev daha sonra Mərdəkanda bağçılıq məktəbi açır. Hacı Zeynalabdin Bakıda teatr binası tikdirir. Azərbaycan klassik musiqisinin banisi, böyük bəstəkar Üzeyir Hacıbəylinin Leyli və Məcnun operası 1908-ci il yanvarın 25-də bu teatrın səhnəsində oynanılır. Dəmir yolunun, su xəttinin çəkilməsi, yanğından mühafizə xidmətinin yaradılması, kitab nəşri. Bütün bunlar böyük mesenatın gördüyü işlərin heç də tam olmayan siyahısıdır. Müxtəlif nəşrlərin yazdığına görə mesenat xeyriyyə işlərinə qızıl pulla 1 milyon rubl xərcləyib. Bugünkü meyarlarla ölçülsə, həmin məbləğ 100 milyonlarla dollara bərabərdir. Xeyrxax ürəyinə və nəcib işlərinə görə isə Tağıyevi el arasında el atası adlandırırdılar. 101 il yaşayan xeyriyyəçinin həyatı, gördüyü işlər bugün hər bir Azərbaycanlı üçün fəxr, qürur və ibrət nümunəsidir.